Erkek telefonu kaldırasın. Alo? Lale birden her şey üzə çıxsa, her şeyi bilsələr. Bilməzlər. Əgər özünü düzgün aparsan. Amma misal da var, deyirlər ki, dəymiş meyvəni vaxtında dərməsən, ya ona qurd düşər, ya da ki, öz yararlığını itirər. Bir şey olmuyor. Söhbətim var səndən. Buyur. Siz qadınlar doğrudan da ağılsızsınız. Heç nə anlamamış faciə qurursunuz. Əsas odur ki, toy gününü təyin elədik. Əlbəttə. Baba, bəlkə sənin bağında məhəbbət eliksirinə oxşayan bir bitki olar. Aha, əgər mən həyatı düzgün başa düşürəmsə, bunun sizə dəxli yoxdur. Buraya yazır, Ajax komandası var. 40%'ni satır. 40 milyon dolar, heç nə, havayı. Bu dəqiqə kişi çıxartsın, versin mənə, o boyda komandanı alım. Eləyim konfet. Messi'ni yığım ora, Arda Turan'ı. İşte də bax, məşğul olur. Ona görə ki, mən səni Üzü divara. Keçəylər. çoxdan diyamı gəlmirsən. Nə olub? Vaxtım yox idi. Necə yəni vaxtım yoxdur? Nə işlə məşğulsan ki? Məşğulam da. Sən ki necə sevdiyimi bilirsən? Əlbəttə bilirəm. Elə bu sevginin ucbatından gəlib çıxmısan da bura. Bir də ki sən dediyin sevgi deyil. Patoloji qısqanclıqdır. Hansı ki bütün həyatımı mənim puç elədi Zeyn. Elə demə. Bəs necə deyim? Necə deyim? Sən təsəvvür edə bilmirsən ki, mənim sənsiz həyatım ola bilər? Hə? Səni öldürərəm. Əyləş. Köyünə haman, köyünə tas. Amma bilirsən nə var? Mən artıq bezmişəm. Mən artıq bezmişəm bu hədə qorxulardan. Sən bir yandan, atan bir yandan. Əl çəkin də məndən, əl çəkin. Atamla danışaram. Öz cəsuslarına sənin arxanca salmaz. Amma sən... Nə mən? Nə mən? Bütün ömrüm boyu səni gözləməliyəm Hüseyin. Hə? Hər şeyə təzdən başla. Yox Hüseyin, yox. Mən artıq bezmişəm. Mən bütün həyatım boyu qorxu içində yaşamaq istəmirəm Hüseyin, istəmirəm. Bir də ki sənin bu qısqancılığın axırı olmayacaq. Sən yenə də gəlib bura düşəcəksən, bura. Sən mənə bunu təklif eləyirsən, hə? Bunu təklif eləyirsən sən mənə. Rəna. Nə var? Rəna, mən sənə söz verirəm. Söz verirəm ki, hər şey düzələcək. Yox, Yaxşı? yox. Sən qətiyyən dəyişməmisən.
Mən bezmişəm. Mən səndən boşanıram. Mənim ayağım. Dur ayağı üzü. Üzü divara. Görüş bitti. Salam əzizim. Darıxmışam sənin üçün. Fəxriyə, sənə bir sürprizim var. Biraz səbirli oldu xanım qız. Nəyinə bağlı? Əlbəttə ki, bizimlə. Boş-boşuna üzvü yorma, onsuz da heç nə deyən deyiləm. Bir saata yanındayım. Sonra bizə gələrik. Əla, hava da bugün yaxşıdır. Biraz hovuzda da çimərik. Yaxşı, öpürəm. Mama? Ha? Sənə nə olub? Hiçbir şey. Sən məni güdürsən? Mən? Özü də James Bond kimi. Danışığına fikir ver. Bağışla, amma buna başqa cür ad vermək olmaz. Nəyə? Sən Fəxriyənin əleyhinəsən. Niyə? Boş-boş danışma mən. Mən bu məsələ ilə bağlı sənə sözümü demişəm. Nəyi demisən? Bağışla, amma sənin mənə dediyin mənim üçün arqument deyil. Gah deyirsən, tələsməyin, gah deyirsən, cavansız, biz uşaq deyilik. Mən Fəxriyəni sevirəm. Eldar, yəqin sən şübhə eləmirsən ki, mən sənin yalnız və yalnız yaxşılığını istəyirəm. Hı? Bu vaxta kimi şübhəm yox idi. Ha. Belədir. Deməli belə. Anandan şübhələnirsən? Hı? Utanmırsan? Mama, səni başa düşə bilmirəm. Açıq danış. Sən məndən nəsə gizlədirsən? Mən heç nə gizlətmirəm. Eldar düz deyir. Bəlkə danışaq? Salam. Да? Mən kasting üçün gəlmişdim. İmя? Rəna. Рена, это вы? Очень приятно. Проходите. Агиль Малик сейчас к вам подойдет. Oldu, çox sağ ol. Növbəti. Вы следующая. Нет, 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 нет! Мрак, мрак. Какой мрак? Ты понимаешь, что мы кино снимаем, да, большое, серьезно? Ты это понимаешь, да? Ben bu cemaat adını getirmişsem benim üstüme. Ha? Harada okur bu cemaat? Bende peşeker aktör lazımdı. Bazen nerede okursan kızım? Это наша гримерша. Gel işte kızım, gel işte. А это Рена. Rena? Рена Хана. Rena Han. Rena Hanım. Salam, salam. Salam Rena Hanım, hoş geldiniz. Çox sağ ol. Doğrudan da güzeldi, güzeldi. Buyurun geçin, geçin. Geçin otağa. Casting bitti, cemaatı kurtar. Tez, tez. Все, на сегодня кастинг закончен.
Спасибо. Deməli, cazibədə Rəna xanım sizsiz. Yox, sizə heç bir kasting lazım deyil əslində. Oradan siz necə də gözəlsiniz. Çok sağ olun. Ənvər müəllimin zövqünə yenə də mən valih oluram. Çək. Hə, Rəna, belə gözəllik görmüsən. Zəng elə cəmaata denən ki, kasting bitdi, biz adamda göndərməsinlər. Ay qız, get zəng elə cəmaata, baxır üzümə. Rəna xanım, baş rol sizindir. Doğrudan? Çok sağ olun abim benim, çok sağ olun. Bizim üçün sizin kimi aktrisanla işləmək böyük şərəfdir. Çok sağ olun, her şey göreceğiz. Ənvər müəllimə də bizdən ateşli salamlar. Onun sayəsində kinematograf yaşayır. Mütləq göndereceğim. Kinoda çəkilmək mənim ən böyük arzumuydu. Hər şey Görürsünüz ki, arzular çin olur. Düzdür. Vurular, sabahlar Çok sağ tezdən olun. asistentlər sizin algı saxlayacaq. Senari, məşqlər və s. Çok sağ olun. Təbriklər. Çok Təbriklər sağ Rəna xanım. Sağ olun. Sağ olun. Mənə üstə girsən lan. Hə? Mənə üstə girsən. Ha, işləməyə vəzinə sərdaş vuracaqcı. Başlamısınız burada. Mırrak. O nə dedi? Vəssalam. İşə düşdük də. Məni çağırıb yanına tapşırıb ki, dəyişikliklər edim. Mən də elədim. Lalənin xəbəri var? Yox, Lalə çıxıb arasam. Gələndə biləcəyim. Ne öğrenmeliyim? O tapşırıb? Əlbəttə, burada qərarları mən vermirəm ki. Səbəbini dedi? Özün də yaxşı bilirsən ki, o heç vaxt işlə başa salmır. Aydındır. İmzalatmağı özüm götüreceğim. Olar? Gel. Getirmişim imzalayasın. Gözde bir dege. Ya da hemen imzalayacaksan vesselam. Özüme inanabilmirəm. Əyləş. Onda dikkatli kulak as. Bir ilden artıqdır ki Amerikalılarla işləyirəm. Danışıqları aparıram. Hele olur ki günlərlə ofisten bayıra çıxmıram. Belə çıxır ki, Ənvər şalvara yamaqdır. Yox, niye yamaqdır? Əlbəttə çalışır. Özünü qurban verir, ünsiyyət yaradır, işləri təşkil eləyir. Şalvara yamaq değil. İşin sahibidir ama yine de Amerikalılar benim. Amerikaya getməyəcəksən. Minnettarım. Sizin düz Amerikaya sən getməliydin, ancaq onlar təkid elədilər ki, birinci şəxs olsun. O da ki, sən Amerikaya sonra gedəcəksən. Yaxşı, bəs niyə mən
Səninlə gedə bilmərəm. Mümkün değil. Niyə görə? Bir defa olmasan da. Yəni nə? Pis idi. Olan oldu, keçen keçti. Deməli mələm. Belə çıxır ki, mən işimi başqasına verməliyəm. Mən düşünməliyəm. Nə qədər vaxtım var? Ben seni tələsdirmirəm. Ne vaxt istersen o vaxta cevap verersin. Amma hələlik işe devam edeceğim. Ama Amerika'ya gitmeyeceksin. Çok lazımdı. Teşekkür ederim. Aslan müəllim. Bəsdir də bu televizoru qurdaladın. Bir kanalı tut qalsın. Hiçbir şey tapa bilmirəm. Nə vaxtdan sən televizor fanatı olmusan? Hiçbir şey yoktu. Bahar, nə olub sənə? Ha? Heç nə. Mənə elə gəlir ki, sən çox həyəcanlısan. Yox. Hər şey yaxşıdır. Özünə əl al. Dərdini mənə danış. Onda yüngülləşərsən. Nəsə bu gün çox... Hər şey məni qıcıqlandırır. Bağışla. Bağışla ki, burnumu sənin ailə işlərinə soxuram. Sən Allah bağışla. Yorulmuşam. Əlbəttə yorularsan. Bütün ev işi, ailə qayğıları, iş güc hamısı sənin boynundadır. Niyə sən ev köməkçisi tutmaq istəmirsən? Bax, ləyaqətli bir qadın tanıyıram. İstəyirsən göndərim yanına. Narahat olma. Bugün bir kız gelecek. Birazdan. Çok tərifləyiblər. Elə onu da götürəcəm. Necə məsləhət bilirsən? Bəs Minagilə getməyəcək? Bizi gözləyir axı. Sən Allah bağışla. Bugün işim çoxdur. Uşağın dərsi bu... Kız da birazdan gelecek. Sen tek git, yaxşı? Yaxşı. Sən narahat olma. Mən özüm gedərəm. Sən telefona cavab ver. Sağ ol, mən getdim. Alo. Böyle eşidirəm. Tanıdım. Ne istiyorsunuz? Ben axı size dedim ki gelin görüşək. Əks təqdirdə nə? Qulaq asın. Bir də bura zəng eləməyin. Məni hədələmək lazım deyil. Mən qorxanlardan deyiləm. Alo! Alo! Salam.
Qariyalarınızı deyin ki, bayırda gözləsinlər. Ne var? Buyurun. Orada yazılanlar hamısı doğrudur. Sakit ol. Əvvəl çalışdığın ev yiyəsi səndən razıdır. Deməli, adın Nigardır. Bəli, Bahar xanım. Valideynlərin var? Yox. Mən kimsəsiz uşaqlar evində böyümüşəm. Amma xahiş elədim ki, ora yazmasınlar. Eyb yoxdur. Ərdəsən? Ərdəydim. Mən hamilə olanda o məni atıb getdi. Deməli, uşaq da var. Bəli. 2 aya 4 yaşı olacaq. Bəs uşaq hardadır? İnternata qoymuşam. Amma bazar günləri mənimlə qalır. Uşaq yazıqdır axı. Mənim də yazığım gəlir Bahar xanım. Amma başqa çıxış yolum yoxdur. Mən onu böyütmək üçün işləməliyəm. Belə olmaz. Uşaq gərək anasının yanında olsun. Bir şey fikirləşərik. Elə günü bugün başlayırıq. Mən sənə hər şeyi izah eləyəcəm. İndi isə gedək. Sənin otağına baxaq. Siz məni işə götürdünüz. Əlbəttə. Çox sağ olun Bahar xanım. Ne var ne yok vəziyyət necədir? Çox sağ olun. Amma siz çox gözəl bilirsiniz ki, mən nə ilə məşğulam. Sizin adamlarınız məni daimi olaraq nəzərdə saxlayır. Saxlayırlar. Amma eşitdiyimə görə onlar sənin üçün geniş imkanlar da yaradıblar. Məyər onlar məni nə desəm əhtilasdıra bilərlər? Əlbəttə ki, yox. Sadəcə olaraq narahatçılıq yaranır. Vəssalam. Razıyam. Bu o kadar da hoşa gelen değil. Ama sen de özünü dürüst aparmalısın. Hüseyin xəbərçilik eləyib. Nə böyle danışırsan? Səni qorumaq mənim borcumdur. Amma tezliklə bu borcdan canınız qutaracaq. Yəqin ki, xəbəriniz var. Var. Seninle zəng eləmişdi. Ben de bugün onunla görüşmüşüm. Boşanma haqqında məlumatı ondan aldınız. Almamalıydım. Ben bilməməliyəm mənim
ailəmdə nə baş verir? Sən nəyin çatmır? Bundan sonra da sənə heç bir sərhəd qoyulmayacaq. Hüseyn səni əvvəlki kimi sevir. Sevir? Yox, Qurban müəllim, yox. Mən artıq yorulmuşam. Bu haqda da mən sizə dəfələrlə demişəm. Mən artıq istəmirəm, Qurban müəllim. İstəmirəm. Biz bu söhbəti nə qədər uzatsaq da mən öz fikrimdən dönməyəcəyəm. Kişi lazım olan vaxt öz sirdaşlığını göstərməlidir. Sizin dediyiniz sirdaş Qurban müəllim. İndi oturub İspaniyada heç vecinə də deyil ki, Hüseyin onun yerinə yatır. Mən Hüseyinə dəfələrlə demişəm. Mən ona neçə dəfə yalvarmışam ki, gedib onu qoşulmasın. Çünki bilirdim ki, axırı bax belə olacaq. Amma o neynədi? O mənə qulaq asmadı. Gedib başqasının günahını boynuna alıb türmədə yatır. Məni heç vecinə almadı, Qurban müəllim, mənə heç fikir də vermədi. Siz buna sevgi deyirsiniz? Hə, Qurban müəllim? Budur sevgi. Bunlar hamısı keçmişdir. Hüseyin türmədədir. Sən onun zövcəsisən. Ona görə də özü layiqli aparmalısan. Başa düşmədim. Mən özümü necə aparmalıyam? Mən səni başa salaram. Bilirsiniz, mən onu çox istəyirəm. O mənim həyatımdır. Onun xoşbəxt gələcəyi naminə hər hərəkətimi, hər addımımı 100 dəfə ölçüb biçirəm. Ona görə də atası barəsində istəmirdim başqalarından eşitsin, özüm dedim. Bəli, hər şey çox yaxşı idi. Orta məktəbi əla qiymətlərlə bitirdi. Sonra ali məktəbə daxil oldu. Sonra da gözəl bir qızla evləndi. Siz İradəni tanıyırsınız. Tanıyıram. İradə çox yaxşı, çox nəzakətli bir qızdır. Heç kim onu məcbur eləməmişdi. Özü öz seçimini eləmişdi. 16 yaşı vardı, İradə də qonşuluqda yaşayırdı. Hamının ondan xoşu gəlirdi. İradə məhəbbətini yalnız o qazana bildi. Fəxr eləyirdi ki, hə, İradə təkcə ona hə deyib. O İradəni hələ də sevir. Heç nə deyə bilmərəm. Heç nə. Sən gərək ondan soruşasan. O məni şəxsi işlərinə müdaxilə eləməyə icazə vermir. Axı, onun belə əsəbi olmağının bir sirri var. O niyə belə əsəbidir? Mən də İradə də düşünürük ki, səbəb İradənin uşağa qala bilməməsidir. Amma həkimlərin rəyi müsbətdir. Deyirlər ki, müalicənin nəticəsi yaxşı olacaq. Amma ana kimi mən hiss eləyirəm ki, səbəb bu deyil. İradənin uşağa qalıb qalmamaq onu heç maraqlandırmır da. Səbr eləmək lazımdır. Vaxt hər şeyi öz yerinə qoyacaq. Zənnimcə o çox yorulub. Axı, sirr özü çox ağır yükdür. Onu ürəyində daşımaq ondan da ağır yükdür. Mənə elə gəlir ki, sirrin altından çıxmaq olar. Amma ən vacibi odur ki, sınmayasan. Sənin oğlunun üzərinə çox ağır bir yük düşüb. Onun o ağır yükü mənim sinəmə dağ çəkib. Ürəyimdən qara qanlar axır. Allah da şahiddir ki, mən ona ata əvəz olmaq istəyirəm. Mən ona kömək eləmək istəyirəm. O məni eşitmir. Daşdır, divardır elə bil. Sən ondan çox şey istəyirsən. Ona sənin qayğın yox, ona ata qayğısı lazımdır, ata. Mən bunu başa düşürəm.
Neynəmək olar? Özü də bilir ki, ona heç vaxt, heç yerdən kömək olmayacaq. Ona görə də hirslənir. Dözmək lazımdır. Dözmək. Dözürəm də. Çarəm nədir ki? Amma qorxuram ki, iradə dözməyə. Sına. Yox, dözəcək. Sən onun yanında olmalısan. İradə ilə sən bir yerdə, birlikdə dözməlisiniz. İlahi, özün kömək ol. Səbir ver mənə, güc ver mənə. Allah sənə kömək olacaq. O yaxşı insanları heç vaxt unutmur. İnan mənə qızım, inan. Bu ağırlığın altından mütləq çıxacaqsınız. Mən buna inanıram. Sən də inan. Bağışla məni, amma mən bu həyatda o qədər insanlara rast gəlmişəm ki, düzü düz, əyrini əyri görmüşəm. Amma sənin kimisinə rast gəlməmişəm. Elə deməyin də, xahiş edirəm. Düzün deyirəm, düzün qızım. Mənim əziz Gülnarım. Düz deyirəm. Sənin kimi mənim həyatda çox şagirdim olub. Mən onlara öz həyatımı, öz vaxtımı sərf eləmişəm, amma axırda mənim yanımda yalnız sən qalmısan, sən. Bilirsən, mən bilirəm sənin də həyatın çox ağır olubdu. Kasıbçılıq olub, acılıq olub, amma sən bir parça çörək mənimlə bölmüsən. Sənin vaxtın çox az olub, bilirəm, amma sən həmişə mənim yanımda olmusan, sən məni heç vaxt unutmamısan, məni öz müəllimini heç vaxt unutmamısan, mənim əziz qızım. Səndən başqa, sizdən başqa kimin var ki mənim? Siz mənə ana olmuşsunuz. Mən bunu necə yaddan çıxara bilərəm? Hə? Nə qədər sağam, yalnız da olacağam, sizinlə olacağam. İnsanlar yaxşılığı çox tez unudurlar, amma sən yox. Sən bunu heç vaxt unutmamısan. Al. Al. Bunu İradəyə verərsən. Məndən hədiyyə. Axı bugün onun ad günüdür. Al. Siz möcüzəsiz. Heç nə unutmamısınız. Hər şey görəcək olsaq o. Bu üzük xoşbaxtlıq gətirən üzükdür mənim balam. O xoşbaxt olacaq, mən bilirəm. Çox sağ olun. Çox gözəldir. Vaxtı boş yerə itirmə. Onda görə nə olacaq ki? Sizin və oğlunuzun qayğıkeşliyi nəticəsində mən hər şeyimi itirdim. Mən azadlığımı itirdim. Əvəzində isə qızıl qəfəsə sahib oldum. Mənə görə? Həm sizə, həm Hüseynə görə. Nələ sən bizi saymırsan? Qurban müəllim, siz məndən axı nə istəyirsiniz? Mənim sizə də, Hüseynə də çox böyük hörmətim var. Amma o məni it yerinə qoymayıb, gedib öz yolunu seçdi. İndi də mən öz yolumu seçmək istəyirəm. Axı niyə başa düşmək istəmirsiniz? Belədir. Hə. Mən öz yolumu seçmək istəyirəm. Soruşmaq ayıb olmasın, o nə yolda elə? Bax, bunun sizə heç bir dəxli yoxdur, Qurban müəllim. Rəna, mənim sənin danışığından xoşum gəlmir, ha? Doğrudan? Doğrudan. Bilmək olar, nədən xoşunuz gəlir? Hər şeydən.
Qurban müəllim. Bu mənim öz həyatımdır. Və sizdən çox xahiş eləyirəm ki, izin verəsiz mən öz həyatımı özüm həll eləyim. Qulaqlarını aç. Yaxşı-yaxşı eşit. Sən mən deyənlər eləyəcəksən. Başa düşdün? Başa düşmədim. Qorxmursan? Mən kimdən qorxmalıyam ki? Misal üçün məndən. Nədir? Yoxsa o hamballarınızı deyəcəksiniz ki, məni şülük eləsinlər? Çox danışma. Bu çox primitiv olardı. Əgər mən onları işə salmış olsaydım, indi sənin də izin vardı, növbət olsun. Heç olmasa buna görə çox sağ ol. Halal xoşun olsun. Mənim öz zəhməti ilə yaşayan adamlardan xoşum gəlir, amma indi sənin başını soğul... Sənin başını soxduğun kol sənin yerin deyil. Başa düşmədim. Mən başımı hara soxuram ki? Kino ulduzu olmaq istəyirsən? Nədir? Yəni bilirsiniz, layiq deyiləm buna. Qadın geri evdə otursun. Siz nə danışırsınız, Sənin seçdiyin yolun axırı yoxdur. Sən mənim himayəmdə olmalısan. Mən heç kimin himayəsində olmaq istəmirəm, Qurban müəllim. Mən eşitdiyimə görə sən kastingdə olmuşsan. Hə. Nəzərinizə də çatdırım ki, mən kastingdən keçmişəm. Təbrik edirəm. Sənin də nəzərimə çatdırım ki, film bağlandı. Film. Niyə? Sponsor bankrot olub. Klubdan çıxmasın, oranı da bağlayacaqlar. Mən sizə nifrət edirəm. Mənə nifrət eləyə bilərsən. Amma oğlumu sevməlisən. Yola salmaq lazım deyil. Ay anam, ay bacım, hoş atırsın başının altına özümü. Hoş atırsan özümü çarkın altına. Bezimi ne yapayım lan? Ne özüme yardım gelir be bana. Mən bilmirəm, mən neyiniyim? Əlvərə zəng eləyim. Zəng eləmək lazım deyil. Yaman bərk tutdu. İstəyirsən dərman gətirim.
Yox, getmə. Getmə, halım pisdir. Getmə. Sən sakit ol. Sən sakit ol. İstəyirsən təcil yardım çağırım. Niyə hər dəfə mənim sözümə bir mız qoyursun? Diqqətlə qulaq alsan daha yaxşı olur. Yoxsa mən buradan deyirəm, sən oradan yaddan çıxararsın. Fəxriyə qızım, tez ol, get Aslan əmiyə zəng elə. Denən ki, atanın vəziyyəti ağırdır. Təcili xəstəxanaya aparmaq lazımdır. Ya sən bu məsələni tez bir zamanda öyrənib mənə deməlisən. Ya da mən gec də olsa bu məsələni özüm biləcəm. Lalışqa, ona görə də bu məsələni sən mənə desən daha yaxşı olar.